Salam, hər vaxtınız xeyir. Bugün, yəni iyunun 1-i 2025-ci il fizikadan 4-cü qrupun qəbul suallarına baxacağıq. İnşallah sizin üçün də bir kömək olar. Birinci sualda yazıbdı: hansı halda linzanın baş fokus həqiqi və S işıq mənbəyinin xəyali mövhümüdür? Ümumiyyətlə diqqət etmək lazımdır burada. 3 dənə səpici linza var, 2 dənə toplayıcı linza var. Bizdə fokusun həqiqi, səpici linzalarda bütün fokuslar mövhümüdür. Ona görə də toplayıcı linzalara baxacağıq və toplayıcı linzada bir halda fokus xəyal mövhümü olur. Fokus istənilən halda onsuz da həqiqidir. O da düzgün cavab C variantındadır burada. İkinci sualda kvadratın mərkəzində elektrik sahəsi intensivlik vektoru hansı istiqamətdə yönəlmişdir? Deməli biz bildik ki, müsbət üçün qüvvə xətləri sahədən xaricə, mənfi üçün isə yükə doğru gedir. Deyək ki, bu mənfi üçün qüvvə xətləri burada özünə doğru gedir. Bu müsbətinki həmin nöqtədə sahədən xaricə, deməli bu ikisinki bu istiqamətdə getdi. Bu müsbətin bu nöqtədə intensivliyi 2 istiqamətdə, mənfininki də həmin istiqamətdə getdiyinə görə düzgün cavab olur 3. C variantı. Quru termometrlərin göstəriciləri eyni olan iki müxtəlif otaqda havanın nisbi rütubətləri verilibdir. Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Deməli, nisbi rütubət mütləq rütubətlə əvvəla onu deyək düz mütənasibdir. Rho bölünsün Rho 0-la. Yazır ki, quru termometrlərin göstəriciləri yaş termometrin göstəricilərindən böyükdür. Onsuz da istənilən halda quru termometrlərin yaş termometrindən böyük olmalıdır. Yəni, bərabər ola bilər ki, onda nisbi rütubət 100% olur. Quru yaşdan hər iki halda böyükdür onsuz da. Ona görə də 1 gedir ortaya. Otaqdakı su buxarı doymayan buxardır. Onsuz da otaqda buxar yenə də doymayan buxarı olur. Hər iki otaqda doymayan buxardır. 2 də gedir ortaya. Burada 2 variant da var bu. Sonra üçüncü. Otaqdakı mütləq rütubət daha böyükdür. Mütləq rütubət nisbi rütubətindən böyük olduğuna, düz mütənasib olduğuna görə 65% olan yerdə mütləq rütubət daha böyükdür. Ona görə də mütləq rütubət böyük olan 65% birinci otaqda olacaqdır. Çünki birinci 65%-dir, yəni üçüncü də gedəcək birinciyə. Su buxarının parsial təzyiqi daha kiçikdir. Parsial təzyiq də təzyiq ilə yazacaq nisbi rütubəti P bölü P0-dır. Doymamış su buxarının təzyiqidir. Parsial təzyiq F ilə düz mütənasib asılıdır. Deməli, daha kiçik olan da ikinci otağa gedəcəkdir. Yəni 4 də bura 3, 1, 2, 4 düzgün cavab A variantı. Növbəti sual, sürtünmə əmsalı 0,5 olan üfüqi səthi üzərində kütləsi 2 kq olan arabacıq 25 Newton dartı qüvvəsinin təsirli hərəkəti hansı qrafik azı arabacığın sürətinin proyeksiyanın zamanın asıllığını ifadə edir? Əvvəlcə sürtünmə qüvvəsini tapaq ki, sürtünmə qüvvəsi müəmcədir. Yəni 0,5 vurulsun 2 vurulsun 10. Buradan tapırıq ki, sürtünmə qüvvəsi eləyəcək 10 Newton. Sürtünmə qüvvəsinin 10 Newton olması dartı qüvvəsindən kiçikdir, dartı qüvvəsi böyükdür və görürük ki, dartı qüvvəsi cisim x oxunun əksinə hərəkət eləyir. Eyni zamanda sürət də x oxunun əksinədir, təcil də x oxunun əksinədir. Ona görə də olacaq x oxunun əksinə bərabər yeniləşən düzgün cavab B variantı. 65. Kulon vurulsun volt bölünsün kiloqram. Biz bilirik ki, kulon vurulsun volt joldur. Çünki Q-dur. Joldur. Jol bölünsün kiloqram da kök altda. Yəqin ki, kinetik enerjinin ifadəsindən gəlsək, mv kvadratı bölü 2 bərabərdir mv kvadratı bölünsün 2. Burada jol bölünsün kiloqram, yəni y bölünsün m yazsaq, qalır v kvadratına. Düzgün cavab olacaqdır sürət A variantı. Fotoeffekt zamanı udulan fotonun enerjisi çıxış işindən 3 dəfə böyükdür. Yazır ki, fotonun enerjisi bərabərdir 3A çıxış işi. İndi burada bizdə foton enerjisini düsturun yazsaq bərabərdir A çıxış üstə gələk Y kinetik. Foton enerjisinə 3A çıxış yazsaq, 3A çıxış bərabərdir A çıxış üstə gələk Y kinetik. Buradan tapırıq ki, Y kinetik bərabərdir 2A çıxış işinə. Yəni düzgün cavab B variantı. 67. M1 M3 kütlələri iki maddi nöqtə arasında gravitasiya qüvvəsi F2 kütlələri M1 M3 olanı tapmaq lazımdır. Deməli, əvvəlcə gravitasiya qüvvəsi J M1 M2 M1 M2 bölünsün. Məsafə əvvəlcə 2-dir. Kvadratı 4 eləyir. Birinci halda. İkinci halda J bizdən M1 M3 deyir. M1 M3 deyir. Bölünsün. Məsafə 4-dür. Kvadrat eləyir 16. Birinci halda F deyir. İkinci hal bizdən soruşulur. Tərəf-tərəfə bölsək J'lər və M1'lər ixtisar gedəcəkdir. Burada qalır M2 bölünsün 4 və tərsinə yazsaq 16 bölünsün M3. Bunlar ixtisar getdi, qaldı 4 və M3-ün əvəzinə 2 M2 yazsaq, M2 qalıb burada, 4 var. M3-ün əvəzinə 2 M2 yazsaq,
Bunlar da ixtisar gedəcək və cavab qalacaq 2. Deməli bizdən F2-ni soruşur, o da olacaq F bölünsün 2. Çünki birinci halda belə demişdi. Düzgün cavab A variantı. Növbəti sual. 60 kg kütləli yük bloğun köməyi ilə bərabər sürətlə qaldırılıb. İpin sərbəst ucu 4 saniyə müddətində 3,2 metr yerini dəyişərsə yükün kinetik enerjisini hesablayın. Üzr istəyirəm. Əvvəlcə gəlin ipin sürətini hesablayaq. V ip bərabərdir H ip bölünsün T. Bu da bərabərdir H ip 3,2'dir. İpin sərbəst ucunu verib. Üzr istəyirəm. Bölünsün 4 tapırıq ki 0,8. Biz ipin sürətini tapdıq. Amma kinetik enerjidə bizə yükün sürəti lazım olacaq. Biz də bildik ki yükün sürəti ipin sürətindən 2 dəfə azdır. Yükün sürəti olur 0,4. Və kinetik enerjini yazanda sonda mv kvadratı bölünsün 2. Kütlə verilib bizdə 60 kiloqram. Sürət 0,4 idi. Kvadratı 0,16 bölünsün 2. Bu da eləyir deməli 30 vıraq 0,16. Yəqin ki bu da 4,8 eləyəcək. Bəli, düzgün cavab B variantı. 69-cu sual. 1/2 pi x hansı fiziki kəmiyyətdir? Deməli, yəqin ki tutum müqavimətdən gedəcək burada söhbət. X bərabərdir 1 bölünsün omegası və omeganı da atsaq 2 pi nü s. Buradan nünü tapsaq olacaqdır 1 bölünsün 2 pi x vurulsun s. Düzgün cavab nü, yəni tezlik, dəyişən cəryanın tezliyi. C variantı. Növbəti sualda başlanğıc koordinatları eyni olan iki cisim sürət proyeksiyanı zaman asılılıq verilmişdir. Hansı zaman anında cisimlər arasındakı məsafə ən böyük olar? T1 zaman anında cisimlər arasındakı məsafə bu qədərdir, çünki getdiyi yollar fərqidir. T2 zaman anında məsafə biraz da böyüdür. İki qrafikin arasındakı fərq oldu. T3 zaman anında məsafə bu qədər böyük olur. T4 zaman anında məsafə ən böyük olur burada. Çünki T4-dən T5-ə keçəndə artıq cisim sürətini azaldır ikinci cisim və onlar bir-birinə başlayır yaxınlaşmağa. Düzgün cavab T4. Sabit qüvvənin təsiri ilə, yəni B variantı. Sabit qüvvənin təsiri ilə müxtəlif istiqamət cisimlərin aldığı təcizin kütləsinin asılılıq qrafiki verilmişdir. Qüvvəni tapın. Qüvvə Newton 2-ci qanuna görə M-adır. 8/5 də yazmaq olar burada və yaxud da 10/4 də yazmaq olar. Düzgün cavab 40. Yəni Y variantı. Konturdakı cəryan şiddəti 3 amper. Cəryan şiddətinin 3 amper maqnit selinin 0,6 olduğu verilibdir. Biz də bilirik ki, fi bərabərdir L-i, yəni 0,6 bərabərdir L vuraq 3. Buradan da L bərabərdir 0,2. Düzgün cavab D variantı. Növbəti 73-cü suala baxırıq. Eyni cisim müxtəlif mayelərə saldıqda iplərdə yaranan eyni cisim, yəni eyni cisim burada bunların mg'ləri bərabər olacaqdır. Hal-hazırdakı ipə düşən gərilmə qüvvəsi nəyə bərabərdir? Arximet qüvvəsi, mg ağırlıq qüvvəsi çıxaq Arximet qüvvəsinin fərqi bizə ipə düşən gərilmə qüvvələrini verir. Deməli, gərilmə qüvvələri, bir dəqiqə yazaq təzədən bunu çıxaq, F Arximet. Arximetdə atsaq burada T gərilmə qüvvəsi bərabərdir mg çıxaq Romaye VJ. Eyni cisim dediyindən bunların hər üçünün mg'ləri bərabərdir. Eyni cisim, eyni mg deməkdir təbii ki bu. İndi gərilmə qüvvəsinin böyük olması üçün bu ifadədən görünür ki, yəqin ki mayenin sıxlığı kiçik olacaqdır. Yəni gərilmə qüvvəsi mayenin sıxlığı ilə tərs mütənasib asılı kimi deyə bilərik. Çünki mayenin sıxlığı azaldıqca bu fərq böyüyür və gərilmə qüvvəsi böyüyür. Yəni T1 böyük, T2 böyük, T3 veriliblərsə, burada əksin olacaqdır. R3 böyükdür, R2 böyükdür, R1. Yəni gərilmə qüvvəsi böyük olanın sıxlığı kiçik olmalıdır. Gərilmə qüvvəsi birincidə böyükdür, orada sıxlıq kiçik. Düzgün cavab A variantı. Növbət 74-cü sual verilmiş kütlə ideal qaz 1 halından 2 halına keçir. Hansı müalicə doğrudur? Proses izoxordur. Qazın sıxlığı azalır, səhv olacaq. Sıxlığı artır, səhv olacaq. İzoxordur deyin, temperaturu dəyişmir. Bu da səhv olacaq. Daxili enerji artır yazıb, əslində azalır. Düzgün cavab Y variantı. Düz xətt boyunca hərəkət edən cismin koordinat zamanı asılılıq qrafiki verilmişdir. Hansı cəhətdə cismin kinetik enerjisi artır? Birincisi isə x oxun əksinə bərabər yeniləşən hərəkətdir. Kinetik enerji artır. İkincisi isə x oxun əksinə yavaşlayan hərəkətdir. Burada kinetik enerji azalır. Bir də düzüydü. Üçüncüsü isə x oxun istiqamətində bərabər yeniləşəndir. Burada da kinetik enerji artır. Düzgün cavab D variantı 1-2. Növbəti ipə bağlanmış cisim şaqılın müstəvidə bərabər sürətlə fırlanır. Əgər ip N nöqtəsində qırılarsa. İp N nöqtəsində qırılarsa cisim burada olacaq. Təbii ki orada aşağı istiqamətdə doğru hərəkət etmiş olacaqdır. D variantı yəni. Bərk cismin mütləq uzanmasının növbəti 77-ci sual
mütləq uzanmasının başlanğıc uzunluğa olan nisbəti, yəqin ki, bunu hər birimiz bilirik, bizə nisbi uzanmanı verir. Düzgün cavab A variantı. 78-ci sual. Koordinat zaman asılı qrafikinə əsasən harmonik rəqs edən cismin təcilini. Harmonik rəqs edən cismin təcili A bərabərdir 4 pi kvadratı x maksimum bölünsün t kvadratı olur 4, pi kvadratı 9'dur çünki pini bizə 3 veribdir. X maksimum 0,8'dir bölünsün. Periyod 4'dür, kvadratı deyilir 16. 4 16 ixtisar gedəndə qalır 4. 4 10'da 8 ixtisar gedəndə qalır 0,2. 0,2'ndə 9'a vuranda 1,8 düzgün cavab C variantı. Sabit həcmdə verilmiş kütləyə ideal qazın mütləq temperaturu 3 dəfə azalanda. Yəni T1 3 T2'dir. Onun təzyiqi 500 Pascal azaldı. Təzyiq P2 bərabərdir P1 minus 500. Əslində şifahi də tapmaq olar burada. Amma gəlin düsturla yazaq. P1 bölü P2 bərabərdir T1 bölünsün T2. Deməli P1 bölək P1 çıxaq 500 bərabərdir 3 T2 bölək T2. Bunlar ixtisar gedir. Gəlin burada yazaq. Həllin davamını eləyəcəkdir. 3 P1 çıxaq 1500 bu P1'dir. Bərabərdir P1'ə. Eləyir 2 P1 bərabərdir 1500'ə. Və buradan da P1 eləyir 750. Düzgün cavab B variantı. Difraksiya qəfəsinin 1 mm-də 500 cizgi vardır. Qəfəs üzərində tezliyi 6, 10 üstü 14 Hz monoxromat işıq düşdü. Spektrdə maksimumların ən böyük tərtibini hesablayın. Deməli, düsturumuz D sinus fi bərabərdir K lambdadır. Qəfəs periyodu L bölünsün N'dir. Sinus fi bərabərdir K. Məsələdə lambda verilməyibdir. S bərabərdir lambda nüdən də lambdanın əvəzinə S bölünsün nü yaza bilərik. Və keçirik hesablamaya. 1 mm-də, yəni 10 üstü mənfi 3-ündə 500 cizgi var. Məsələdə yazır ki, maksimumların ən böyük tərtib sinus fi 1 olacaqdır. Bərabərdir K-nı soruşur bizdən. S 3 vıraq 10 üstü 8'dir. Bir dəqiqə üzrü sayın. Burada biraz yanlışlıq getdi. 3 vıraq 10 üstü 8'dir. Tezlik 6 vıraq 10 üstü 14. Deməli, burada hesablasaq 10 üstü 14 ilə 8 ixtisar 10 üstü 8 ixtisar gedəndə qalır 10 üstü 6. 6 3 ilə ixtisar getdi qaldı 2. Buradan K-nı tapsaq, sonda necə olacaq? Deməli, 10 üstü mənfi 3 vuraq 2 vuraq 10 üstü 6 bölünsün 500. Yəqin ki, bu da 4 alınacaq cavab. 10 üstü mənfi 3 ilə 10 üstü 6 eləyəcək 10 üstü 3. 10 üstü 3, yəni 10 üstü 3 2000 eləyir, bölünsün 500. 2000 də 500'ə böləndə yəqin ki 4 düşəcəkdir. Düzgün cavab 4. 81-ci sual. 3 naqilin voltamper xarakteristik skala verilmişdir. Naqilin R1, R2 müqavimətləri arasında hansı münasibət var? Biz bildik ki, R bərabərdir U bölünsün idi. Naqilin müqavimətinin böyük olması üçün gərginlik böyük, cəryan kiçik olmalıdır. Və yaxud da tutaq ki, gərginliyin eyni qiymətlərini götürəndə, eyni gərginlikdə, gərginliklər eynidirsə, cəryan ən kiçik olmalıdır. Deməli, cəryan ən kiçik olan yerində R böyükdür. Yəni, düzgün cavab C variantı. Növbəti sual. Bir cism maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin impulsu azalarsa, bir cism maqnit sahəsində zərrəciyin cızdığı çevrənin radiusu mv bölünsün qb-dir. Biz də bildik ki, mv impulsdur. Deməli, impuls azalarsa cızdığı çevrənin radiusu azalacaqdır. Amma biz bilirik ki, dövretmə periyodu dəyişməyəcəkdir. Çünki dövretmə periyodu impulsdan asılı deyil. Yəni, dövretmə periyodu 2 pi m bölünsün qb-dir. Burada impulsdan asılılığı yoxdur. Düzgün cavab olur Y variantı. Vakum diyodunda anodla katod arasında gərginlik 40 volt olarsa elektron hansı sürətə malik olar? Deməli, mv kvadratı bölü 2 bərabərdir elektron vuraq U. Bizdən sürət soruşur. V bərabərdir 2y U bölünsün M kök altda. Bu da bərabərdir 2 y bölünsün M. Məsələdə bizə 2 10 üstü 10 veriblər. 2 10 üstü 11 daha doğrusu. Burada artıq kəsirə ehtiyac qalmayacaqdır. Vurulsun U da 40 voltdur. Vurulsun 40. 2 də var burada üzrü sayın düsturda əlavə bir də 2 var. Onu unuttum. Deməli 2 vuraq 2 10 üstü 11 vurulsun 40. Kök altda təbii ki bunlar. Bu da eləyəcəkdir 40
16 vuraq 10 üstü 12. 16 vuraq 10 üstü 12-dən də kök çıxır 4 vuraq 10 üstü 6. Yəni düzgün 4 cavab 4 vuraq 10 üstü 6. Açıq sual idi. Radioaktiv elementin buranı silək. Radioaktiv element 15 tutka arzında 8-də 7-si parçalanır. Deməli, parçalanmış atomların sayının delta N'in N0-a olan nisbəti 1 çıxaq 2-nin üstü mənfi T bölü T'dir. Yəqin ki, bunu hər birimiz bilirik. Olacaq 8-də 7 bərabərdir 1 çıxaq 2-nin üstü mənfi T bölü T. Buradan da tapırıq ki, 8-də 1 bərabərdir 2-nin üstü mənfi T bölü T. Bunu 2-nin üstü mənfi 3 yaza bilərik. Mənfi T bölünsün T. Buradan da tapırıq ki, bizdən periodu soruşur. Buradan period lazımdır bizə. Period T bölünsün 3-ə. T'ni 15 tutka veriblər. 15 bölü 3 period olur 5. İndi həmin elementdən danışır. 16-da 15-i parçalanar. Yəni bunu birbaşa yazaq. Delta Y'nin N0 olan nisbəti 16 bərabərdir 1 çıxaq 2-nin üstü mənfi T bölü T. Bizdən bu T'ni soruşur. Period eynidir. Bu da olacaqdır 16-da 1 bərabərdir 2-nin üstü mənfi T bölü T. 16-da 1-i 2-nin üstü mənfi 3 4. 2-nin üstü mənfi 4 yaza bilərik. 2-nin üstü mənfi T bölünsün T. Deməli 4 bərabərdir T bölünsün. Period tapmışdıq 5. Deməli burada zaman olur 20 saniyə. 20 sutka üzrü saniyə cavab sutku ilə verilir. Növbəti 85-ci sual. Havada yayılan 3 MHz tezliklə elektromanyetik dalğasının uzunluğu nəyə bərabərdir? S bərabərdir lambda nüdür. Bizdən lambda soruşulur. Olacaq S bölünsün nü. S 3 vuraq 10 üstü 8-dir. Nü 3 MHz 10 üstü 6-dır. İxtisar gedəndə qalacaq 10 üstü 2. Düzgün cavab 100. Növbəti sualımız. Cismin sürəti modulun zamanla asılılıq qrafiki verilmişdir. Əvəzləyici qüvvənin işi. Bu bərabər yavaşlayan hərəkətdə əvəzləyici qüvvənin gördüyü iş mənfidir. Yəni birinci hissədə əvəzləyici qüvvənin gördüyü iş mənfidir. 3 düzdür. Başlayın 1 düzdür, 1. Yəni 3-cü hissə düzdür, bəli. Çünki 3-cü hissədə birinci hissədə mənfi yazıbdır. Düzün biri 3-dür. İkinci hissədə əvəzləyici qüvvə iş görmür. 2-də düzdür, biri 2-dir. İkinci hissədə əvəzləyici qüvvə iş görmür. Üçüncü hissədə əvəzləyici qüvvənin gördüyü iş müsbətdir. Üçüncü hissədə əvəzləyici qüvvənin gördüyü iş müsbətdir, 4. Yəni düzgün cavab olur 2, 3 və 4. Növbəti 87-ci sual. Sabit maqnitin qüvvə xətlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sahəsinin induksiya vektorunun istiqamətlərini tapaq. Deməli, induksiya xətləri N-dən çıxır. Ona görə də L nöqtəsində aşağı gedəcəkdir. M nöqtəsində yəqin ki, sola istiqamətlənəcəkdir. Şəkil biraz düzgün deyilməyibdir məncə. Və K nöqtəsində yuxarı gedəcəkdir. Deməli, yuxarı aşağı cavabları varmı? Bəli, aşağı yönəlifdir. C gedəcək L nöqtəsinə. Çünki L də aşağı gedibdir. Yuxarı yönəlmək D gedəcəkdir K nöqtəsinə. Bizdən şəkil müstəvisinə yəqin ki, Y variantı olmayacaqdır və M nöqtəsində də sola yönəlmiş olacaqdır. Sol B variantı. Deməli, düzgün cavab D, B və D, C və B.